qəlb riqqətə gəlməlidir. Riqqətə gəlməni də bilirsiniz niyə deyirəm? Dəyişilmənin təzahürü riqqətdir. Riqqətə gəlmə dəyişilmənin, yəni Allaha yaxınlaşmanın təzahürüdür. Əgər qəlb riqqətə gəlirsə, onun təzahürüdür. Yaxşı, bax, bu qaydadır. Bunu bilməliyik. İnsanın ruhu ülvi hisslərə qarşı açıqdır. İnsan şükür eləyəndə, insan istiğfar eləyəndə, insan Rəbbini yad eləyəndə, yəni onu Allaha eşqlə yerinə yetirəndə, onda onun qəlbində bir dəyişiklik baş verir və özü də bunun şahidi olur və bu vaxt o ləzzət aparır. Bir işçi ki, bayaq dediyim məsələn həkim səhərdən axşama qədər işləyib, ya bir xanım, evdar xanımdır. Səhər açılandan axşama qədər gah yoldaşının xidmətindədir, gah balalarının xidmətindədir və s. evdə hər bir işi görür. Evin təmizliyini edir, hər şey eləyir. Bu bilirsiniz nə qədər ibadət ola bilər? Amma yorulur, oturur axşam tərəfi, baxır ki, əlhəmdülillah, bu gün mən elə Allahın rızası üçün çalışmışam. Amma gəl görə sənin o saatların içində qəlbin heç bir riqqətə gəlib, səndə bir qəlbi olaraq dəyişiklik baş verib. Ay o kəs ki, səhərdən girmisən işə, hətta dini sektorda, yəni məsələn məsciddə girmisən işə, axşam çıxdın. Ay o kəs ki, bütün günü elmi kitab yazırsan, dini kitab yazırsan, sənin qəlbin bir riqqətə gəlir. Bax o namazı qıldın, qurtardın, Allah qəbul eləsin. O namazdan sonra bir dəyişiklik hiss edirsən özündə, mənəvi ləzzət alırsan, ruhuna bir nuraniyyət, səfa gəlir. Gəlmədisə, amma bil ki, insanın qəlbi buna açıqdır ya. Necə insanın cismi yeməkdən, içməkdən, sudan, nə bilim, ləzzətli qidalardan ləzzət alır. Necə insan yeyəndən sonra deyir ki, bəli, doydum mən. Bəli, sirab oldum. Bəli, ləzzət aldım. İbadi məsələlərdən sonra ləzzət alırsansa və yaxud da hansısa bir mənəvi irəliləyiş hiss eləyirsənsə, yaxşı, gözəl. Yoxdursa, riqqət yoxdursa, kök sötürmə yoxdursa, deməli bu qəlbə aid olmadı. Deməli bu səndə hansısa bir ciddi dəyişiklik yaratmadı.